Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 21 iyun 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugünkü nömrəsi 12 səhifədən ibarətdir. İlk səhifəmizdə ayrılarmı könül candan, Türkiyə Azərbaycandan başlığı ilə maraqlı bir məqalə yer alıb. Azərbaycan və Türkiyə arasında münasibətlərin xarakteri zamanın və şəraitin dəyişkənliyindən asılı olmayan, sabit və davamlı strateji əsaslara söykənən unikal bir modelə söykənir. Əlaqələrin ideoloji, siyasi və təhlükəsizlik aspektləri təkcə iki dövlət arasında imzalanmış sənədlərlə məhdudlaşmır. Əslində bu münasibətlər daha çox dərin tarixi, mədəni və mənəvi bağlarla möhkəmlənmiş, qardaşlıq amili ilə təkmilləşən təhlükəsizlik ittifaqıdır. Həmçinin qəzetimizin ilk səhifəsində digər səhifələrdə yer alan yazılarında başlıqları verilib. Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib başlığı ilə isə ikinci səhifəmizdə məlumat yer alıb. Bildirilir ki, iyunun 20-sində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ultimate Fighting Championship-in prezidenti Amerikalı sahibkar Dana White-ı qəbul edib. Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Dana White Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qəzetimizin 3-cü səhifəsində də Türkiyə-Azərbaycan qardaşlığı ilə bağlı xalqlar arasında əbədi birliyin və ortaq taleyin göstəricisi başlığı ilə yazı yer alıb. Ötən günlərdə Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ölkələrimiz arasındakı sarsılmaz dostluğun, qardaşlığın və mənəvi birliyin bariz nümunəsidir. İnteqrasiyanın yol xəritəsi, Daşkənd səfərinə retrospektiv. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21-22 iyun 2022-ci ildə Özbəkistan Respublikasına dövlət səfəri etmişdir. Bu barədəki yazı isə qəzetimizin 4-cü səhifəsində dərc edilib. 2022-ci il 21-22 iyun tarixlərində Prezident İlham Əliyevin Daşkəndə etdiyi dövlət səfəri iki ölkə arasında münasibətlərin tamamilə yeni mərhələyə keçidini rəsmiləşdirdi. Səfər çərçivəsində Prezidentlər İlham Əliyev və Şəfqat Mirzəyoyev Daşkənd şəhərində azərbaycanlıların yığcam yaşadığı ərazidə inşa edilmiş Heydər Əliyev meydanının rəsmi açılış mərasimində iştirak etdilər. 5-ci səhifəmizdə yer alan məlumatların başlıqlarını isə sizə təqdim edirik. Diplomatik korpusun nümayəndələri Laçında olublar. Bərdədə Milli Məclisin Səhiyyə Komitəsinin səyyar iclası keçirilib. Sözgedən ilk yazıda qeyd edilir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. İyunun 20-sində diplomatlar Laçında olublar. Nümayəndə heyətini prezidentin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. Heydər Əliyev Müstəqilliyimiz əbədidir çoxcildliyinin təkrar nəşrinin 7-ci kitabı çapdan çıxıb başlığı ilə məlumatda 6-cı səhifədə yer alıb. Bu kitabda yer alan materiallar 1995-ci il martın 12-sindən iyunun 15-nə qədər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib. Nəşrdəki materiallarda Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu prosesindən, ictimai-siyasi, iqtisadi mədəni həyatının bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrin genişləndirilməsindən də bəhs edilir. 7-ci səhifədə Azadlıq və müstəqillik ruhunun rəmzi. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 21-də dövlət bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edib. Başlığı ilə məlumat yer alıb. 21 iyun 1918-ci ildə qəbul edilən qərarla üzərində ağ rəngli aypara və 8 güşəli ulduz təsviri olan qırmızı bayraq Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət bayrağı elan edildi. Bayraq Osmanlı bayrağı ilə çox oxşar idi. Yeganə fərq ondan ibarət idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın yanında 5 güşəli ulduz yerləşirdisə, Azərbaycan Cümhuriyyətinin bayrağında ulduz 8 güşəli idi. Lakin bu bayraq cəmi bir neçə ay sonra milli müstəqillik ideyalarına uyğun yeni dizaynla əvəz edildi. 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 3 rəngli bayrağı təsdiqlədi. 8-ci səhifəmizdə günün siyasi nəbz rubrikasında rəylər və mülahizələr hissəsində qürurla yoğrulmuş qardaşlığın təcəssümü başlıqlı yazı dərc olunub. İyunun 19-da Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının daha bir təzahürü yaşandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsinin açılış mərasimində iştirak etdilər. 2023-cü il fevralın 6-sındakı zəlzələdən dərhal sonra Azərbaycan vətəndaşları könüllü yardım məntəqələrinə toplaşaraq humanitar dəstək kampaniyasına qoşulmuşdular. Eyni zamanda Azərbaycan dövləti tərəfindən xilas etmə və yardım qrupları fəlakət bölgəsinə göndərilmişdi.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da bu mənəvi və praktiki yardımların unudulmaz olduğunu dedi və Azərbaycanın dəstəyini xüsusi vurğuladı. 9-cu səhifəmizdəki mədəniyyət rubrikasında Abbasqulu Ağa Bakıxanova həsr edilmiş maraqlı yazı öz əksini tapıb. Tarixdə izi qalanlar. Böyük mütəfəkkir, maarifpərvər alim, şair Abbasqulu Ağa Mirzə Məhəmmədoğlu Bakıxanov 1794-cü il iyunun 21-də Bakı xanlığının Əmircan kəndində dünyaya gəlmişdir. Azərbaycanın maarifçilik tarixində önəmli yer tutan simalardan biri olan Abbasqulu Ağa Bakıxanov 19-cu əsr Azərbaycan ədəbi və ictimai fikrinin təşəkkülündə mühüm rol oynamış, həyatını maarifə, elmə və xalqının tərəqqisinə həsr etmişdir. Dezinformasiya şouları, Villala provokasiya, bitməyən simasızlıq seriyası. Bu maraqlı yazı isə 10-cu səhifəmizdə dərc olunub. Qeyd olunur ki, səhvlərinin nəticələri ilə üzləşən, lakin bundan dərs çıxarmayan Solovyov yenə təxribatı əl atıb. Siyasi şoumen növbəti təxribat və növbəti üzr borcu ilə səhnəyə çıxıb. Artıq Solovyovun Azərbaycandan istədiyi üzrlərin sayını o özü belə itirib. Bu dəfə isə o, erməni əsilli Rusiyalı iş adamı Samvel Karapetyanın vəkili kimi çıxış edib. İddiası budur ki, güya Ermənistan rəhbərliyi artsağı təslim edib və artıq Ermənistanın özü də eyni taliyi yaşamaq üzrədir. Bu isterik cümlələr bir tərəfdən məntiqsizliyi, digər tərəfdən isə Solovyovun reallıqla əlaqəsinin tamamilə kəsildiyini göstərir. Qərbi Azərbaycana qayıdış hüququmuz ədalətin təminidir. Başlığı ilə isə 11-ci səhifədə yazı yerləşdirilib. Azərbaycanın iyunun 18-19-da Ombudsmanların beynəlxalq simpoziumundakı haqlı narahatlıqlarından biri də Ermənistanın milli insan hüquqlarını sistematik şəkildə pozması ilə bağlı oldu. Əsrlər boyu Azərbaycan türklərinin yaşadıkları dədə-baba torpaqları olan indiki Ermənistan ərazisində ötən əsrdə yüz minlərlə soydaşımız vəhşicəsinə doğma yurtlarından qovulub. İnsanlar, dövlət məmurları, Sovet əskərləri və erməni silahlı dəstələri tərəfindən işgəncəyə məruz qalıb, qətlə yetiriliblər. Qəzetimizin son səhifəsində Bir də belə tanıyaq rubrikasında Ziya Bünyadov və Tükəzban İsmailov haqqında maraqlı məlumatlar verilib. Beləliklə, qəzetimizin son səhifəsi hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.